Müsahibə almaq televiziyanın ən populyar janrlarından biridir. Müsahibəni almaq o qədər vacibdir ki, hətta televiziyada müsahibəsiz veriliş yoxdur demək olar. Amma hər qarşında oturana, hər müsahibinə verdiyin sual müsahibə sayıla bilərmi? Əslində sayıla bilər, amma o nə qədər maraqlıdır. Biz hansı sualları müsahibimizə verməliyik? Ümumiyyətlə, müxbir, ya jurnalist, ya aparıcı fərqi yoxdur. Müsahibəni kim alırsa, həmin şəxs olduqca bilikli və psixologiyanı yaxşı duyan, anlayan insan olmalıdır. Birinci, qarşımızdakı insanı dərindən öyrənib araşdırırıq. Onun bugünə qədər başına gəlmiş həyati və yaxud işi ilə bağlı hadisələri mükəmməl şəkildə bilməyə borcluyuq. Bəs biz nə zaman rahat şəkildə özümüzü hiss edə bilərik? Mən həmişə hamıya bir şeyi tövsiyə edirəm. Çəkilişə başlamazdan əvvəl müsahibinizlə bir xeyli söhbət edin. Qoyun sizə bütün nə bilirsə özü haqqında, bugün haqqında, hətta efirdə danışmayacağı şeylər haqqında danışsın, isin-işsin. Daha sonra müsahibəni başlayın. Yəni qonağınızı bir kənarda qoyub, siz də başqa tərəfdə saçınızı, üzünüzü düzəltməklə məşğul olmayın. Əsas qonağınıza fokuslanın. Qoyun sizin yanınızda özünü rahat hiss eləsin ki, verilişə başlayan kimi çox açıq və səmimi söhbət başlasın. Müsahibə almaqla bağlı digər texnikaları, üsulları, fəndləri isə mən telejurnalistika dərslərində öyrədirəm. Qoşulun, nə qədər maraqlı fakt öyrənəcəksiniz. Buyurun.